Salam olsun bizim kanalı izleyen herkese. Bu dəfəki videom Qubada yerləşən Üçtəpə restorandandır. Gördüyünüz kimi bu Qubanın mərkəzindən Qəsrəşdən gələn yoldur. Üzü Xınalığa gedən yolun üzərində Üçtəpə restoranı yerləşir. Mən bir 3 il 5 il bundan qabaq da bu restoranda oturmuşdum. Yəni xoşuma gələn nə idi ki, otağında odun peçi ilə otağı qızdırırlar, oturduğumuz yeri. Gördüyünüz kimi odunları maşallah boldur. Odun sobasında otağın qızmağı ayrı bir həzz verir adama. Bundan başqa istipollu otaqları da var. Soyuq havalar üçün qəşəng belə bir interyer düzəldiblər. Ocağın ətrafında oturmaq. Qiymətləri çox münasibdir deyərdim. Yəni başqa otellərdə, başqa restoranlarda kavların qiyməti çox yüksək olsa da burada qiymət münasibdir. Menü ilə sizi tanış edeyim. Gəlin bu odun sobalı kabineti sizlə tanış edeyim. Gördüyünüz kimi artıq sobamız yanar. Odun səsində adamın əsəbləri sakitləşir. Bundan başqa gəlin menü ilə də sizi tanış edeyim. Gördüyünüz kimi Üçtəpə restoranın menüsü sazlardır. Sazların qiymətləri balıqlar, isti yeməklərdir, qarnir, çay, içkilər. Digər tərəfdə səhər yeməkləri, kavların qiymətləri, soyuq qəlyanaltı, şorbalar, çolpa. Bu da Üçtəpə restoranının qiymətləri.